herkese, vloguma xoş gəlmisiniz. Bugün 3 yanvardır. Yeninizi təbrik edirəm. Bugün bir-iki yerə getməliyəm. Sizi də özümdən aparacağım. Gördüyünüz kimi telefonum belə qəşəng çəkir. Özüm üçün bu yeni ildə hədiyyə etdim. 17 Pro aldım. Bundan sonra sizin için keyifli videolar çəkəcəm. Üzgüçlüyə gedəcəm. Ona görə bəzi əşyaları özümlə aparıram. Amma sidərəyə dəyməli olacağım. Çünki eynək, papaq almalıyım özüm üçün. Artıq hazıram. Çıxmağa hazırlaşıram. Belə bir basic outfitdəyim. Artıq çıxacaqdım ki, yadıma düşdü ki, təpəyə qarşı şampunu yadımdan çıxartırdım. Artıq şirniyyətdəyim. Sidərəyə çatdım. İndi idman malları saxlanmağa sıranı tapmaya çalışacağım. Səhv etməmişsə, burada sırası yoxdur. Hələ hər sırada 1-2 mağaza olur. Biraz küləyliydi, saçım dağıldı. İndi 5-ci sıraya gedirəm. Dedilər ki, 5-ci sırada idman malları satılan mağaza var. Çox ümidliyəm ki, tapa biləcəm. Çünki çox gec gəldim bura. Bir şey götürsün, bir şey yaddan çıxır. Evdən tərlik götürməliydim. Rezin tərlik. İndi yadıma düşür ki, ona da 4-5 manat pul verəcəm. Eynəklə baş papaq götürdüm. Yenə qaldı. Basayım. Onu da götürsəm, buradan çıxa bilərəm artıq. Dərliyi də götürdüm. Lasini də götürdüm. 15 manat aldım. İndi buradan çıxacağım. Bir də Paşabankın Sidərək filialından İndi ATM-dən şey çıxartmalıyam. Maaş kartından bunu çıxardacağım. İşdən çıxmışam, bir ay olar. Amma maaşı hələ çıxarda bilməmişəm. Təzəlikcə bloka düşmüşdü. İndi yeni pin əlavə edib çıxardacağım. Buradakı manekenlər adama qəribə baxırlar. Adam hürkür. Stranyaşki. Saat 1'de uyanmışam. Artıq saat 5 olacaq. 5'in yarısıdır. Bir fincan çay içmişəm. Biraz da pomidor yumurta yemişəm. Burada acımışam. Havuza geri girmədən bir şeyler atıştırım. Gençlik üstüne kadar artık hava qaraldı. Birinci mola girmək istedim. Dedim bir şeyler yiyeyim. Sonra düşündüm ki en yaxşısı çıxandan sonra yiyərəm. Soyuğa çıxan kimi sırası burnum kızarır. Şeye bakın. Ne şirin sen. Malışka. Mən desem düz getməliyim hələ. Burada. Bir tane bir şey. Ne şirinler bunlar. Özümə nə qədər deyirəm ki, bəlkə evdə gedilməyim, amma yox. Yemək istəyirəm, amma stol tapa biləcəm, yoxsa yox. Yedim, bitirdim, indi isə yuxum gəlir. Saat ondan sonra avtobus olmur, ona görə hardasa 20 dəqiqədə evə getməli, piyada getməli olacağım. Belə.
Artıq evdəyim, nəhayət ki, çöl çox soyuq idi. Bacım mənə belə bir kapuçino elədi. İsindim. Bacımın mini Eryas. Burada bizim üçün dadlı kofeler hazırlayır. Cheers. Növbəti gündən salamlar. Dünən video qısa alındığı üçün düşündüm ki, bugün də davam etdirim. Hava çox gözəldir. Düşünürəm ki, axşama soyumayacaq. Artıq saat 5-ə işləyir və biz bacımla düşündük ki, gəzək, fırlanaq çöldə və sizi də özümlə aparacağam. Mənim bacımın balalarıdır. Keçən il yeni il özü üçün almışdı. Bunları belə yatızdırır. Bizdə çox əkiz var, indi göstərəcəm sizə. Və digər əkizlər. Bu qızdır, bu isə oğlandı. Bu mənim güya qızımdır, bu isə mamamın oğludur. Əkizlər. Bunu isə bu il mamam bizi üçün, bacım və mənim üçün hədiyyə almışdı. Bir dənə də kirpi var. Bu isə mənim dostum göndərmişdi mənə Amerikadan. Bahalı kirpidir. Var, baxın, şəklinizi çəkirəm. Bacım duşdan çıxandan gedər, istəyirəm dırnaqlarımı səliqəyə salım. Bir dırnağım uzundur, biri isə qısadır. Bu da ondan iləri gəlir ki, gitarla məşğul olam və bəziləri uzun lazım olur, bəziləri isə qısa. Artıq dırnaqlarımı hazırdım, biraz qanadmışam. Digərini sizə göstərim. Heç gelakı heç sevmirəm, ona görə ev şəraitində özümü belə səliqəyə salmağa çalışıram, manikür eləyirəm. Pis deyil, yaxşıdır, amma möhtəşəm də deyil. Artıq geyinib hazırlaşdım. İndi isə makiyaj eləyəcəm. Güzgəyə fikir verməyin, çünki hər gün silirəm və bu vəziyyətə düşür. Artıq makiyajım hazırdır və çıxa bilərəm. Çıxarıq. Nəhayət ki. Bugün çölə çıxmağın əsas məqsədi kitabxanaya gəlmək idi, amma artıq bağlanır deyəsən. Buradan. Özüm üçün heç nə almadım, amma bacım özüm üçün kitab götürdü. Bir yerdə əyləşək, sizə göstərəcəm nə kitabıdır. Bir yerdə əyləşmək istəyirik, amma bilmirik harada əyləşək. Əvvəl getdiyimiz yer həmişə Frey kafe bar olub, amma yenilik etmək istəyirik. Nə düşünürsən? Жесть. Здесь другие тоже есть. Они тоже конкретно. Az öncə Korean Purple restorandaydık. İndi gedirik Bahar Store'a. Və həmin əyləşdiyimiz yerdə rollar, yeri bacım sipariş verdim. Dadlıydı, çox dadlıydı. Hamısı birlikdə 36-37 manat elədim. İndi gedirik Bahar Store'a. Bahar Store. Millət var. Bunun üçün duş gels almaq istəyirəm, amma bilmirəm hansı firmanınkini alım. Bundan məndə var idi, yaxşı idi. Burada çoxlu seçimlər var. Tintlərə baxır. Да, это новое отдельно. Mən özüm üçün duş gel istirdim, amma tapa bilmədim özümə uyğunluğu. Artıq evdəyim, əynimi dəyişdim. Makiyajı siləcəm indi və yatmağa gedəcəm. Çünki saat 5-də uyanmalıyam. 6-nın yarısı daha doğrusu. Əgər bu videonu bəyəndinizsə, like qoymağı unutmayın və mənə dəstək olmaq üçün abunə olun. Sağ olun.